İlham Əliyev. İlham Əliyev. O gün aldığım məlumata görə Gürcüstan üzərindən Ermənistana yanacağı, bizə 1 manatdan yuxarı satdığın yanacağı İlham Əliyev, sən Gürcüstan üzərindən Ermənistana 65 qəpiyə satırsan. Dəqiq məlumat. Hətta mən bu efirdə Sokara maşınlarını Ermənistanda da göstərmişəm elə videoları, yadınızdadırsa. Necə olur İlham Əliyev? Sən deyirsən büdcədən 2 milyard kəsir oldu, məmurlar uğurladı. Və sən nə uğurluyursan? Sən niyə ölkəni talıyırsan İlham Əliyev? Xalqımıza 1 manatdan yuxarı satdığın yanacağı, o yanacaqdan da təmiz yanacağı Ermənistana 65 qəpiyə satırsan bizim puldan İlham Əliyev. Necə olur İlham Əliyev? Xalqa satdığın 3 manat 50 qəpilik sigareti, 3 manat 50 qəpilik sigareti tam 10 dəfə aşağı 35 qəpiyə Rusiyaya satırsan İlham Əliyev. Üstəlik tərkibində yonca yoxdur. Təmizdir. 35 qəpiyə Rusiyaya, 3 manat 50 qəpiyə bizə, xalqa. Necə olur İlham Əliyev xam nefti? Bu günləri, indi birazdan göstərəcəm sizə, faktlarla, sobutlarla göstərəcəm sizə. Necə olur İlham Əliyev? Xam nefti Rusiyadan bir tonunu, varil demirəm ha, varil demirəm, bir tonunu 508 dollardan alıb, xam nefti Türkiyəyə 500 dollara satırsan İlham Əliyev. Şıldıral verməliysən İlham Əliyev. İlham Əliyev, necə olur ki, Azərbaycan xalqına 20 qəpikdən baha satdığın yumurtanı, 25 qəpiyə satdığın yumurtanı Rusiyaya 11 qəpiyə satırsan İlham Əliyev. Yumurta demiş. A5 prospekti istiqamətində süni yumurtanı artıq devliyə bıraktılar, onu deyəcəm birazdan. İlham Əliyev necə olur elə? ABŞ-dan kredit götürürsən 100 milyonlarla və elə oradan da təyyarə və təyyarənin ehtiyat hissələrini alırsan. İlham Əliyev, ABŞ-dan kredit götürüb, ABŞ-dan bu əmlakı almaqla bu xalqı yüklüyürsən, eləmi İlham Əliyev? Kredit götürüb alırsan ha? Büdcədə pul var mı acaba? Büdcə toxunmursan mı? Pul var mı büdcədə? Mən elə gəlir büdcədə pul yoxdur. Mən elə gəlir. Varsa da belə İlham Əliyev çoxdan düşünüb onu qaçırtmağa. Mənə dedilər, ya büdcəyə İlham Əliyev toxunmur, ya da büdcədə ümumiyyətcə pul yoxdur. Ancaq maaşlar gecə cərmələr zaten verilir. İndi də Rusun qazını satırıq. Qazın da hasilat aşağı düşüb, neftin də hasilat aşağı düşübdür. Zaten Avropada neft almaqdan imtina edir. Yavaş-yavaş alsa belə artıq 60 civarına düşübdür neftin bareli. Elə bir bareldə 5 dollar ziyan edir, 4-5 dollar artıq. Nəzərdə 65 dollar götürülmüşdür. İlham Əliyev, sən bu boyda hadisələrlə, yəni xalqa satdığın, 1 manatda yuxarı satdığın yanacağı 65 qəpiyə Erməniyə satırsan, 3 manat 50 qəpiyə xalqımıza satılan sigareti Rusiyaya 35 qəpiyə satırsan, 3 manat 50 qəpiyə yana, 35 qəpiyə yana. İlham Əliyev, xam nefti Rusiyadan alırsan, 508 dollara alırsan, Türkiyəyə 504 dollara satırsan tonunu, ABŞ-dan kredit alıb elə özündən də alırsan təyyarə və təyyarə ehtiyat hissələri, təyyarəni qaçırmaq hasab elə, gəli xalqa ABŞ-a borçlandırırsan elə. İlham Əliyev, 20 qəpikdən yuxarı xalqa satdığın yumurtanı Rusiyaya 11 qəpiyə satırsan. Həmən yumurtalar Rusiyada 11 qəpiyə satılır. Necə bu neçə alırlar ki, onu Rusiyada 11 qəpiyə satırlar? İlham Əliyev, sən başının gücü yiyibdir. Bəlkə deyirəm, sənin başının gücülər yiyirəm, bu qədər kötə girənlik olar ha? Bu nə deməkdir? Bu kötə girənlikdən, uğraşlıqdan, şərəfsizdən başqa nədir bax bu? Mənə deyin görün, nədir bu? Deyənəm ətənəm. Qabil bəy Fövqəladə Hallar Nazirliyi ləğv ediləcək, Kemaləddini vuraraq çıxardacaqlar. Kemaləddini vuraraq çıxardacaq ya da çıxardıb dora vuracaqlar. Çünki Kemaləddini heç vaxt sağ buraxmazlar ya da başıboş buraxmazlar. Kemaləddin Heydər Oxusaq nə müxalifətə, nə iqtidara sərf eləməyən başqa bir qüvvələrlə çevriliş eləməyi düşünür. Mənə xəbər elə belə yerdən gəlməyib. Kemaləddin Heydarovun devlət çevrilişi etmə sübutlarını gözləyirəm, onu efirə qoyasıyam. Və ondan sonra görə Kemaləddin nə inəyəcək? Kemaləddin Heydarov, səni mən elə məhv eləyəcəm ki, sənin dədənin sümüklərinə qod qoyacaqlar. Bax, sənə deyirəm, sən hətta devlət çevrilişi barədə danışığın, sənin Rusiya ilə bağlı danışığın, onu gözləyirəm, o gəlməlidir. Ondan sonra görüm axırın hara gedəcək. Mənim 253 minə maşın alıb, əslində 253 min bunun üçün elə belə puldur. Semişka puludur. Mənim yoldaşımın 65 minini vermir, qan pulunu. Qan pulu yiyən. İrin qan yiyəsən səni. İrin qan yiyəsən səni. Ona görə bax, anan ölür, dirilir, torpaq qəbul eləmir. Ona görə bax, ona görə nəslin kökün hamısı xəstədir, hamısı böyür istədir, hamısı xərçəkdir, ona görə. Kişi ol da, oğraş olma. Hər gün sənə bəddua eləyirəm, Kemaləddin Heydarov. Hər gün sənə bəddua eləyirəm. Və burada tamaşaçıların yanında söz vermişəm. İbeydən süni cinsi orqan alacam. Süni cinsi orqan, belə cinsi orqan. Süni. Hər dəfə pula sıxışanda, mən daha burada efirdə deməyəcəm ha, Qabil. Burada efirdə deməyəcəm ha. Burada efirdə heç vaxt deməyəcəm daha, mən məhkəmələrimə, təhlükəsizliyimə, nəyiməsə pul lazımdır. Burada deməyəcəm da elə söz. Birbaşa Kemaləddin Heydarovun anasının, dədəsinin ağzına o süni cinsi orqanı belə verəcəm ha. Lar çalarsa efirdə belə. Bilin ki, Qabil pula sıxışıbdır. Hacan pula sıxışdan məhkəməmə görə, təhlükəsizliyimə görə 15 gün olacaq, 15 gün belə verəcəm. Narahat olmayın. Elə konsept verəcəm. Artıq bilirsiniz hansı devirdir.
Bunları eşya kim bilir ha bunu? Bir devir başladı. Bir devir başladı ki Qabil'i heç kim tanımırdı. Qabil dəli kimi söyüşlə edən çıxışlarına görə Qabil hədəfə gəldi. Qabili vurdular, Qabili qaçırmaq istədilər, Qabil çox böyük hədəfə gəldi. Amma Qabili söyüşlə vurdular və söyüşlə. Qabili söyüşlə vurdular, vururdular. Artıq Qabil çoxdan söyüş söymədi. Söysə də yerində və az söydü. Yerində və az söydü. Üstəlik də Biden kimi adamın söyməyi, Erdoğan'ın, İlham'ın, o bizi, hər prezidentlərin söyüş söyməsi ortaya qoyulandan sonra xalq düşündü ki, elə söyüş söylənləri prezidentlərin çoxu söyüş söyür. Və Avropa, BMT, AŞPA məni kəskin siyasətçi, məni adlandırdılar belə də Azərbaycanın kəskin siyasətçi, sərt siyasətçi adlandırdılar məni. Artıq hakimiyyət kanallarına da baxıram, çoxdandır da belə bir şey yoxdur. Söyüş söyənlər, blogerlər, nə Mir Şahindən son cinayət işlərində söyüş söyən kimi belə şeylər olmadı. Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, indi isə vəziyyət elə devran elədi, elə gətirdi ki, ölkə prezidentindən tutmuş axırıncı adama kimi, ancaq və ancaq Qabil nə deyirsə düz deyir, nə eləyirsə haqqını eləyir və Qabilə bir dəyər verir. İstər ölkə daxilində xalq, istər hakimiyyətin içində böyük bir qüvvələr, istərsə də xaricdəki digər dünya gücləri, dünya qurumları artıq mənə dəyər verməyə başladı. Mən bilirəm ki, bir il bundan qabaq, açıq deyirəm bunu, bir il, 2 il bundan qabaq mən Kəmaləddin Heydərovun atasının ya anasının ağzına cins orqan belə versəydim, heç nə olmayacaqdı. Əslində Kəmaləddin gülüb keçəcəkdi. Əslində biraz da deyəcəkdi ki, daha da yaxşı, Qabilin hədəf aldığı adam mənim yerimi bərkişdirmək deməkdir. Qabil məni hədəf alırsa, mənim İlham Əliyevin gözündə daha da böyüməm deməkdir. Yox, indi elə deyil artıq. İndi çox narahatdılar. Və mən dedim, bu ay dinləməyəcəm, açıq deyirəm mən. Gələn ayından məhkəmələrimdir, müəyyən təhlükəsizlik tədbirləri, başqa işlər var, burada deyiləsi deyil. Mənə nə vaxtda pul lazım oldusa, mənim yoldaşımın qan pulunu və pensiyalarını mənə görə dayandıran Kəmaləddin Heydərovun, anasının, bacısının, arvadının, qızının, ruhancizin, hətta birbaşa mən əminəm, Quba rayonunda güclü bir baxıcı var, cadugar var. Şəxsən Kəmaləddin Heydərovun, arvadı ruhancizin, Qubada məni cadu elətdirdiyindən də xəbərim var. Əlindən gələni 5 qaba çək. Dünyanın milyardınızı tökün cadu elətdirin, görə Qabilin ağzını bağlaya biləcəksiniz. Bu xalqın duaları yetər mənə, bəs edər mənə. Mən Allahın sevdiyi quluyam.